Salam şagirdlər, bu videoda CSG 4'ün A və B variantının bütün testlərin izahına baxacağıq. Videoların davamı üçün kanala abunə olmağı, bəyənməyi və rəy yazmağı unutmayın. CSG 4'ün A variantının birinci sualından başlayaq. Sual 1. Bizə deyir, paralelogramın kör bucağı 124 dərəcə olarsa, iti bucağını tap. İnşallah bizə deyir ki, paralelogramın kör bucağı 124 dərəcədir. Bəs iti bucağı neçədir? İnşallah biz deyirdik ki, paralelogramın bir tərəfə bitişik bucaqlarının cəmi 180 dərəcədir. Yəni alfa ilə 124 dərəcənin cəmi 180 dərəcəyə bərabər olmalıdır. Alfa nəyə bərabər olar? 56 dərəcəyə. Cavabımız olar D variantı. Sual 2-də isə tərəflərin nisbəti 2-3 olan düzbucağının perimetrinin kiçik tərəfə nisbətini tapın. Aha. Baxaq düzbucaqlıya. Tutaq ki, kiçik tərəfi olsun 2K, böyük tərəfi olsun 3K. Düzdür? 2-nin 3-ə nisbəti deyir də. Düzbucağın perimetri nə olar? 2 vuraq 2K üstə gəl 3K ilə. Düzdürmü? Bu da eləcə 5, 2-yə vuranda eləyir 10K. Perimetrimiz tapdıq 10K. Bizə deyir, perimetrinin kiçik tərəfinə nisbəti. Perimetr budur, kiçik tərəfdə budur. Yəni 10K-nın 2K-ya nisbətini eləyər 5 eləyər. Cavabımız olar A variantı. Sual 3-də isə AB parçasının orta nöqtəsinin koordinatları. Uşaqlar baxın, AB parçası çəkək. Bu da onun orta nöqtəsi olsun. Aha, ta ki o olsun deyək. Orta nöqtəsinin koordinatları 1, 5'dir. 1, 5'dir. Aha. A nöqtəsinin koordinatları 4, 7'dir. B nöqtəsinin koordinatları olsun X, Y. Bizə deyir ki, B nöqtəsinin koordinatlarını tap. Uşaqlar biz deyirdik ki, parçanın orta nöqtəsinin koordinatını tapmaq üçün parçanın uc nöqtələrinin koordinatları toplanır, uyğun olaraq toplanır və bölünür 2-yə. Tapılır orta nöqtənin koordinatları. Yəni biz 4'ün üstünə, buradakı 4'ün üstünə, buradakı X-i gəlsək və 2-yə bölsək, bizim orta nöqtənin koordinatını verməlidir. 1'i verməlidir. Və Y-i tapmaq üçün 7'nin üstünə Y gəlib 2'yə bölsək 5'i verməli. Sadəcə bunu tapsaq X, Y bu olacaq B nöqtəsinin koordinatları. Sadələşdirək 4 ilə X-in cəmi tənasübünü atacaq 2 edir. 7 ilə Y-in cəmi isə 5, 2, 10 edir. Biz buradan X-i tapırıq -2, düzdürmü? Y-i tapırıq nə? 3. Deməli, koordinatlarımız nədir? X-in yerinə, yəni B nöqtəsinin koordinatları X-in yerinə -2, Y-in yerində isə 3 durur. Bu qədər sadə. Cavabımız olar B, C variantı. 4-cü sualda isə ABC üçbucağında A, C, B üçbucağında nə deyir? AB tərəfinə paralel MK orta xətti çəkilmişdir. Bax, AB-yə paralel MK orta xətti. MK orta xətt. Orta xətt nə idi? AB-nin yarısı idi. Bax, bu MK, bu AB parçasının yarısı idi. Oturacağın yarısı deyən. Aha, çəkilmişdir. Deyir ki, AB-dən MK-nı çıxsaq 8 eləyir. İnşallah biz bilirik ki, AB 2 dənə MK-dır. Düzdürmü? Bunu bilirik. Çünki buranı 2'yə vuranda buranı verir. Düzdürmü? Aha. İndi deyir AB-dən MK çıxanda 8 eləyir. AB-ni yenə 2 MK yazsam, yazıram 2 dənə MK çıxaq MK bərabər 8 isə, onda bir dənə MK nə olur? 2-dən 1 çıxanda 1 də 8'dir. Deməli, bura oldu 8. Bura olacaq ondan 2 dəfə böyük. 16. Düzdür, bax, AB 2-dən MK-da. MK-ı yenə 2 yazsam, AB-ni tapmış olaram nə? 16 cm. İndi bizə nə edir? AB-ni tapın. Cavabımız olar B variantı. 5'də isə orta xətti 28 cm olan trapesiyanın bu olsun trapesiyamız və orta xətt neçədir? 28 cm. Aha, trapesiyanın oturacaqlarından biri 20 olarsa, əgər orta xətt 28 isə böyük oturacaq 20 ola bilməz. Kiçik olar 20. Buraya yazılır 20.
olarsa digərini tapın. Bizdən bunu soruşur. Biz bilirdik ki, orta xətt, bax, trapesiya çəkirəm. Yazıram bura A, bura B, burada x yazıram. Biz bilirdik ki, A ilə B-nin cəminin yarısı bizə orta xətti verir. Yəni, x ilə 20-nin cəminin, oturacaqların cəminin yarısı bizə orta xətti verir. Burada aldıq nə? X üstə gəl 20 bərabər 2 dənə 28 eləyər 56. X də bərabər 56 çıx 20 eləyir 36 cm. Deməli, böyük oturacağımız 36 cm-ə bərabər imiş. Cəmimiz olar D variantı. 6-cı sualda isə deyir ABCD romdur. Deməli, bir dənə rombu çəkirik uşaqlar. Bu oldu bizim rombumuz. Yazıram A, B, C, D rombudur. Bura belə bölüb və B-də diaqonal çəkib. Və bu bucağı verib 55 dərəcə. Hələ şəkil çəkir. Görünür. Şəkilə əsasən B, A, D bucağını tapın. B, A, D. Bu bucağı soruşur. Uşaqlar biz bilirik ki, rombun bütün tərəfləri bir-birinə bərabərdir. Doğrudurmu? Bura 55-dirsə və bunlar bərabər yanlı bir üst bucaq alınıbsa burada, düzdürmü? Bu nə deməkdir? Otacağı bitişik bucaqlar bərabər. Deməli, burada 55-dir. Çünki yan tərəfləri bərabərdir. İndi bu 55, bu 55-dir. Bu bucağı necə taparıq? Bura bir alfa yazsaq. Yazacaq 55, üstə gəl 55, üstə gəl alfa bərabər nəyə? Demişdik, üst bucağın daxili bucaqların cəmi 180 dərəcəyə bərabərdir. Bu cəm edir 110, üstə gəl alfa bərabərdir 180. Buradan da alfanı tapmaq üçün 180-dən 110 çıxırıq, qalır 70 dərəcəli iti bucaq. Cəmimiz olur D variantı. 7-ci sualda isə görək burada nə verib. Diaqonallar 4, 12 olan rombun bir də saniyə. Aha. Gəlin rombu çəkək yenə. Aha. Diaqonalları deyir 4, bir də neçə? 12. Bu da olsun, böyük də olsun 12. Aha. Rombun tərəflərinin orta nöqtələrini birləşdirməklə alınan dörtbucağın perimetrini tapın. Tərəflərin orta nöqtəsini, bax, buranı və buranı birləşdirməklə. Aha. Nə dedi? Alınan dörtbucağın perimetrini tapın. Deməli, uşaqlar biz bilirik ki, bizə bu alınan düzbucağın perimetrini soruşur da, düzdür yazaq P bərabər sual. Uşaqlar biz bilirik ki, daha doğrusu rombun daxilinə, daha doğrusu rombun tərəflərinin ortasını birləşdirməklə alınan fiqur olur, həmişə düzbucaqlı olur. Və bilirik ki, həmin düzbucağının tərəfləri rombun diaqonallarının yarısına bərabərdir. Baxın, bu kiçik diaqonal neçədir? 4 idi. Yarısı neçə eləyəcək? Buradan bura qədər olan məsafə, o bu bütün məsafəyə bərabər. Yəni 4-ün yarısı eləyəcək 2, bu olacaq düzbucağının bir tərəfi. Bu 12-nin yarısı eləyəcək 6, da olacaq digərinin tərəfi. Onda belə bir düzbucaqlı almış oluruq. 2 tərəfi 2 və 6 olan. İndi bu perimetrini soruşur. 2 üstə 6 vur 2. Bu da neçə? 8, 16. Cavabımız B variantı. 8-ci sualda isə kvadratın diaqonallarının kəsişmə nöqtəsindən tərəfinə qədər olan məsafə 4. Gəlin bir kvadrat çəkək. Aha. Bu kvadratın diaqonallarının kəsişmə nöqtəsindən aha. Bax, bu kəsişmə nöqtəsi buradır. Düzdürmü? Kəsişmə nöqtəsindən tərəfinə qədər olan məsafə 4. Buradan bura qədər olan məsafə 4. Və perimetrini tapın. Uşaqlar, bu kəsişmə nöqtəsində haradır? Düz onun mərkəzidir, doğrudurmu? Deməli, buradan bura qədər olan məsafə 4. Düzdürmü? Deməli, bütün kvadratın tərəfi neçə oldu? 8. Bura oldu 8, 8, 8 və 8. İndi bizə nə edir? Kvadratın perimetrini tapın. P bərabərdir 4A, yəni 4 vur 8. Cavabımız olar C variantı. 9-da isə uc nöqtələri A, B, ona parça deyir. Gəlin parçamızı çəkək, bu A olsun, bu B olsun. A-da x-la 2-dir, B-də isə y-nə, daha doğrusu 4-lə y-dir. Aha,
Deyir ki, uc nöqtələ bu olan AB parçasının orta nöqtəsinin koordinatları, orta nöqtənin koordinatları 7 və 5-dir. Aha. Olarsa bizdən x-la y-in cəmini soruşur. Uşaqlar necə taparıq? Dedik ki, parçanın orta nöqtəsinin koordinatını tapmaq üçün parçanın uc nöqtələrin koordinatını toplayıb 2-yə bölürük. Yəni x-la 4-ün cəminin yarısı bizə bu 7-ni verməlidir. 2 ilə bu y-in cəminin yarısı isə bizə bu orta nöqtənin koordinatı 5-i verməlidir. Gəlin sadələşdirək. Burada alırıq nə? X ilə 4-ün cəmi eləyir 14. Burada da 2 ilə y-in cəmi eləyir 10. Biz burada x-i tapırıq. Neçə? X 10. Y-i tapırıq 8. Bizdən x ilə y-in cəmini soruşur. 10 ilə 8-in cəmini soruşur. O da eləyir 18. Cəmimiz olar A variantı. Onun çarşımada isə deməli, kör bucağı iti bucağının iki də böyük olan rombun. Aha, romb çəkilir uşaqlar. Romb. Kör bucağı itidən. Bura alfadırsa, deyir, bura 2 alfadır. Və biz bilirik ki, alfa ilə 2 alfanın cəmi 180 olmalıdır. Rombun və yaxud paralleloqram bir tərəfə pişik bucaqların cəmi 180. Burada alfanı tapırıq 60 dərəcə. Yəni 3 alfa 180, 180 3-ə böldük, tapırıq 60 dərəcə. Deməli, onun iti bucağı 60, kör bucağı isə 120 imiş. Düzdürmü? İndi soran eləyir. Tərəfi 12 olarsa, rombdur, ona görə bütün tərəflər. Onun kiçik diagonalını tapın. Bax, buradan bura qədər olan məsafəni soruşur. Uşaqlar, biz diagonal bilirik ki, kör bucağı yarı bölür. Burada olur 60, burada olur 60. Diagonal necə? 12 cm. Çünki nə alınır burada? Bərabər tərəfli 3 bucaq alınır. Uşaqlar, bərabər tərəfli. Onu olacaq 12 cm. Cavabımız B variantı olar. Daha sonra bir də saniyə görək. Neçə 11-ə baxırıq da, hə? Deməli, B nöqtəsi, B nöqtələri. Uşaqlar bilsin, bu A nöqtəsi demək istəyib, çəşib 2 dəfə B deyib. Nöqtələri ABC qoyun qarşı təpələrdir. Aha, qarşı təpələrdirsə, qarşı təpələrdir. B ilə D deyə bilər yəqin. Deməli, kvadrat çəkirik. Yazıram bura A, B, C, burada D. B nöqtəsinin koordinatlarını 0, 0 götürək. D nöqtəsinin koordinatlarını 4, 4 götürək. Çünki deyir ki, bu nöqtələri ABCD kvadratının qarşı təpələridir. Bax, biri digərinin qarşısındadır. Düzdürmü? B ilə D qarşı-qarşıyadır. Bu kvadratın diagonalının kəsişmə nöqtəsinin koordinatını tapın. Baxın uşaqlar, diagonalların kəsişmə nöqtəsinin koordinatı. Bax, buranı soruşur. Buranın koordinatlarını tutaq ki, O nöqtəsində kəsişir. Koordinatları da X və Y-dir. Necə tapacaq onu uşaqlar? Biz bilirik ki, kvadratın diagonalları kəsişir və kəsişmə nöqtəsini yarıya bölünür. Belə düşünün. Bir parça çəkilib, təpə nöqtəsi B və D-dir. Və onun orta nöqtəsini soruşur. Çünki bu da onun ortasıdır da, düzdürmü? İndi necə tapırdıq? Toplayıb yarı bölürdük. Yəni, X-i tapmaq üçün, yəni orta nöqtənin koordinatı X-idir, amma tapmaq üçün biz 0-ın üstünə 4 gəlib yarıya böləcəyik, eləyəcək 2 və Y-i tapmaq üçün isə yenə B nöqtəsinin koordinatını 0-ın üstünə D nöqtəsinin koordinatını gəlib yarıya böləcəyik 2. Deməli, daha doğrusu orta nöqtənin koordinatları oldu nə? 2 və 2. Cavabımız D variantı olar. Və sonuncu sualda isə A variantının sonucu. Oturacaqlar 5, 11 olan bərabərinin trapezinin diagonalını. Aha. Baxaq. Deməli, bərabər yanlıdır. Oturacaqları deyir 5 və 11 cm. Bərabərinin trapeziyanın iti bucağının təm böləni yox. Deyir ki, trapeziyanın diagonalı iti bucağının təm böləni olarsa, aha. İti bucağının təm böləni yox. Diagonalı iti bucağın təm böləni olursa. Aha, bu bucağa bərabərdirsə deyir. Aha, gözəl. Bu buna bərabərsə, onda bu da buna bərabərdir. Çünki bu nədir? Bax, bu bucağına, bu bucaq nədir? Daxili çarpazdır. Çünki qarşı tərəflər paraleldir ona görə. Düzdürmü? Aha, onda bura nədirsə, burada olur. Çünki oturacaq bir bucaqla bərabər. Onda burada 5-dir. Bərabərli olduğu üçün burada 5 idi. Düzdürmü? Bütün tərəflərimiz var. Bizə nə? Perimetri soruşur. Perimetri necədir?
Fiqurun bütün tərəflərinin cəmi. Yəni 5 üstəgəl 5 üstəgəl 5 üstəgəl 11. 3 dənə 5-in 15, 11 ilə cəmi eləyər 26 santimetr. Cəmimiz olar D variantı. Bu qədər sadə. Keçirik uşaqlar B variantına. Görək B-də nə deyir. Deməli, yenə paralleloqramın iti bucağı 54 olsa kör bucağını tapın. Uşaqlar dedik ki, paralleloqramın, daha doğrusu paralleloqramın iti bucağı 54 olarsa, kör bucağı nədir? Dedik, bir tərəfə bitişik bucaqların cəmi 180. Yəni 54 ilə həmin alfa bucağının cəmi 180 isə alfa bərabərdir 126 dərəcə olar. Cavabımız A variantı. 2-də isə tərəflərin nisbəti 2, 5 nisbətində olan düz bucağının perimetrinin böyük tərəfinin nisbətini soruşur. Baxın uşaqlar, tərəfləri 2K bura olsun, 5K bura olsun. Perimetr nə eləyəcək onun? 2K üstə gəl 5K vuraq 2. 7 eləyəcək 14K. Düzdürmü? Deməli 7-ni 2 evanda bəli 14K. Bizə deyir ki, düz bucağının perimetrinin tapdıq perimetri. Böyük tərəfə nisbətini tapın. Yəni 14K-nın böyük tərəfimiz hansıdır? 5K-da. 5K-ya nisbətini eləyəcək. Deməli 2,8. Cavabımız olar B variantı. Üçüncü sualda isə AB parçasının orta nöqtənin koordinatları gəlin baxaq yenə AB parçasıdır. Bu da onun orta nöqtəsinin koordinatları olsun. O olsun. Nə deyir? 3 ilə 2-dir. Koordinatları 1,5 olar. A nöqtəsinin koordinatları 1,5 olarsa B nöqtəsinin koordinatlarını tap. Olsun x-ını gidik. Uşaqlar orta nöqtənin koordinatını necə tapırdıq? Dedik ki, uc nöqtələrin koordinatlarının cəminin yarısı. Yəni 1 ilə x-in cəminin yarısı bizə bu 3-ü verməlidir. Bu 5 ilə bu y-in cəminin yarısı bizə 2-ni verməlidir. Yəni 5 ilə y-in cəminin yarısı bizə 2-ni verməlidir. Uşaqlar üzrlü hesab edin, biraz səliqəsiz yazıram. Amma yəni başa düşüləcək tərzdə mən belə yazıram. Deməli, burada x-i tapırıq 5, burada da y-i tapırıq nə? -1. Düzdürmü? Çünki 5-in üstə -1, yəni 4, 5, bəli, -1. Oldu B nöqtəsinin koordinatları nə? X-i 5, birinci yazırıq 5, y-i -1. Cavabımız 5, -1, B variantı ilə. Üçüncü sualda isə uşaqlar, daha doğrusu 3'ü yazdıq, 4'ə baxırıq. ABC üstücanda AB tərəfinə paralel MK orta xətt çəkilmişdir. Baxaq yenə uşaqlar, buradan bura MK çəkilib, CAB'də deyir, AB-dən MK çıxanda 12 eləyir. Bura 2x-dir, bura x-dir uşaqlar. Niyə? Çünki dedik orta xətt ortacağın yarısına bərabər. Deyir ki, AB-dən MK çıxanda 12 eləyir. Bax, AB-dən MK çıxıram. Yəni 2x-dan x çıxanda 12 eləyir. Buradan x tapırıq nə? 12. Düzdürmü? Santimetr. İndi nə deyir? AB-ni tapın. İndi x 12-dirsə, AB nədir? 2x-dir. Yəni 2 vur 12. O da deyər 24 santimetr. Cavabımız olar C variantı. 5'ə baxaq. Orta xətti 24 cm olan trapesiyanın oturacaqlarının biri 18 olar. Deməli, orta xəttimiz 24-dür, oturacaqlardan biri, yəni kiçiyi 18 olarsa digərini tapın. Uşaqlar biz deyirdik ki, trapesiyanın orta xətti oturacaqların cəminin yarısıdır. Oturacaqların cəminin yarısı bizə orta xətti verirdi. Sadələşdirək. Deməli, x üstə gəl 18 bərabərdir 2 dənə 24 48, x bərabərdir 48 çıx 18, o da 30 cm. Deməli, böyük oturacağımız 30 cm bərabər imiş. Cavabımız B variantı olar. 6-da isə yenə ABCD rom verib şəkil əsasən B, A, D-ni tapın. Deməli, romdur uşaqlar, yəni bütün tərəfləri bərabərdir. A, D, C, B verib və B-dən
saniyə. B-dən deyil, nə çəkib? Diagonal çəkib. Buranı da verib 65 dərəcə. Bizdən bunu soruşur. Necə taparıq? Biz rombun bütün tərəflərinin bir-birinə bərabər olduğunu bilirik. Əgər bunlar, bu ikidən yan tərəf bir-birinə bərabərsə, onda bu nə olur? Buradan çəkilən diagonal olur bərabər tərəfli üçbucaq. Yəni ABD, ABD bərabər üçbucaq alınır. Bərabər üçbucaqda oturacaq ikibuzaqlar nədir? Bərabərdir. Onda bu da 65-dir. İndi bura alfa olsa 65, 65 və alfanın cəmi 180-i verməlidir. 65 ise 65 üstəgəl alfa 180-i verməlidirsə, alfa üstəgəl 130 bərabər 180 isə alfanı tapırıq 50 dərəcə. Düzdürmü? Cavabımız olar 2 bucaq. 50 dərəcə. 7-ci sualda isə diagonalı 6 olan rombun tərəflərinin ortasını alınır. Aha. Uşaqlar yenə baxın. Diagonalını çəkilən birbaşa. Deməli, belə bir rombdur. Diagonalları 6 və nədir? 10'dur. Kiçik diagonal 6, böyük diagonal isə 10'dur. Deyir, tərəflərin ortasını birləşdir. Uşaqlar, rombun tərəfinin ortasını birləşdirəndə bizdə bir düzbucaqlı alınır. Həmişə düzbucaqlı alınır. Və bu düzbucağın tərəfləri diagonalların uyğun diagonalların yarısına bərabərdir. Bu diagonal bütöv 10'dursa, bu tərəf olacaq onun yarısı 5 və bu diagonal, daha doğrusu üzrəm, bu böyük diagonal 6'dırsa, bu kiçik olacaq, bunun orta xətti olur da, həmin bu üçbucağın orta xətti olur. 6'dırsa bu da 3. Deməli, belə bir düzbucaqlı alır. Düzbucağının kiçik tərəfi 3, böyük tərəfi 5'dirsə, onun perimetri nə olar? Bizdən perimetri soruşur da, düzdürmü? Alınan dördbucaqlının, bəli, yəni düzbucaqlının da, alınan dördbucaqlı düzbucaqlıdır. Perimetri nə olar? 2 dənə 3 ilə 5'in cəmi. Deyər 16 cm. Cavabımız A variantı olar. 8-ci çalışmada isə kvadratın diagonalların kəsişmə nöqtəsindən tərəfinə qədər məsafə 6 cm olarsa, baxın uşaqlar, deməli bu olsun bizim kvadratımız, bu da olsun diagonalların kəsişmə nöqtəsi. Bura. Deyir, bu kəsişmə nöqtədən tərəflərinə qədər olan tərəfinə qədər olan məsafə 6'dır. Buradan bura qədər olan məsafə 6'dır. Onda buradan bura qədər olan məsafə 6'dır. Düzdürmü? Bütöv tərəf nə oldu? Həmin bura bərabər oldu. Düzdürmü? Oldu 6, 6, 12. Deməli, bütün tərəflər oldu nə? 12. Bizə nəyə soruşur? Perimetrini soruşur. Perimetri nəyə bərabər? 4 dənə A. Yəni 4 dənə 12'nin cəmi. Eləyər 48 cm. Cavabımız olar B variantı. 9-cu sualda isə uc nöqtələri A, B olan parçanın ortasında 3, 4 olarsa x-lə y-in cəmini tapın. Yenə baxaq uşaqlar. Deməli, parçadır A və B parçası. Uc nöqtələri A-da 1, y, B-də isə x və 5'dir. Və orta nöqtənin koordinatlarını bizə verib 3 ilə 4'dür. Biz bilirdik ki, uc nöqtələrin koordinatlarının cəminin yarısı bizə orta nöqtənin koordinatını verir. Düzdür? Yəni 1 ilə x-in cəminin yarısı bizə 3'ü, y ilə 5'in cəminin yarısı 4'ü verməlidir. Burada x-i tapırıq 5, y tapırıq 3. Düzdür? Onda cavabımız olur nə? B nöqtəsi, daha doğrusu cavabımız olur. X-imiz 3, daha doğrusu x-imiz 5, y-imiz 3. Neyi soruşurdu bizdən? X ilə y-in cəmini soruşur. 5 ilə 3'ün cəmini soruşur uşaqlar. O da eləyər 8, yəni D variantı. 10-cu sualda isə kör bucağı iti bucağından 2 dəfə böyük olan rombun. Kör bucağı, gəlin romb çəkək yenə. Bu olsun alfa, bu olsun 2 alfa. Və bunun ikisinin cəmi bilirik ki 180'i verməlidir. Buradan alfanı tapırıq 60 dərəcə.
Onda belə çıxır ki, bu 120 dərəcə, bu isə 60 dərəcədir. Düzdürmü? İndi nə deyir? Rombun tərəfi deyir 18. Aha. Kiçik diagonal tapılır. Kiçik diagonal burada, düzdürmü? Və rombun diagonalları nədir? Bucağının tən bölənidir. Bütöv bura 120 isə bura qalır 60, bura qalır 60. Bu da 60, bu da 60. Onda bu da nədir? 60'dır. Burada nə alındı? Bura baxın. Bərabər tərəfli üç bucaq. 18, 18, onda kiçik diagonal olacaq 18. Onda kiçik diagonal D2 yazalım. D2 kiçik oldu 18 cm. Cavabımız C variantı olar. 11-ci sualda isə kvadratın qarşı təpələri uşaqlar burada yenə yanlışlıq olub. B ilə D demək istəyib. Bu B verib. Deməli kvadratımız var bir dənə. Kvadratımız var. Təsəvvür edin bu kvadratdır. Bura B'dir, C'dir, D'dir və A'dır. Və B'nin koordinatlarını 0, 0 veribsə, D'nin isə 6, 6 veribsə, bu kvadratın diagonalların kəsiş nöqtəsi o koordinat tapın. Diagonalların kəsiş nöqtəsi burada. Düzdür, o belə çəkəcəyik, bura olacaq. İndi bizə kəsiş nöqtəsinin koordinatlarını soruşur. Yəni buranın koordinatını soruşur. Yəni bu BD parçasının orta nöqtəsinin koordinatını tapmaq kimi şeydir. Eyni şeydir. Yəni BD parçası var burada və bu da bunun ortasıdırsa. Necə tapırdıq? Tutaq ki, bura olsun X və Y. Deyirdik ki, orta nöqtənin koordinatı bərabərdir. Uc nöqtələrin koordinatlarının cəminin yarısı, yəni 3. Y də bərabərdir. 0 üstə gəl 6 böl 3. Daha doğrusu böl 2. Burada tapırıq 3. Deməli, x-imiz 2, y-imiz, daha doğrusu x-imiz 3, y-imiz 3. Deməli, orta nöqtənin koordinatları oldu 3 və 3. Yəni 11-ci sualda A variantı. 3 və 3. Və sonuncu 12-ci suala baxaq. Oturacaqları 4 olan bərabərli trapesiyanın, şöyle bərabərli trapesiyanımızı seçək yine. Bərabər yanlı trapesiya. Oturacaqları 4 və 10. İti bucağının tən böləni, baxın, iti bucağının diagonalı iti bucağın tən bölənidir. Bax, bu diagonal iti bucağın tən bölənidir. Yəni bu bucaq nədirsə, bu da odur. Uşaqlar, baxın, bu qarşı tərəflər paralel olduğu üçün biz demişdik ki, bu bucaq ilə bu bucaq nədir? Daxili çarpazdır. Daxili çarpazlarla bərabərdir. Onda baxıram ki, bura bərabərdir. Niyə? Çünki oturacaq bitişik bucaqlar bərabərdir. Onda bu da olur 4. Onda bu da olur 4. Düzdürmü? Bizdən nəyi soruşur? Perimetrini tap. Perimetri nə olacaq? 4 üstə 4 üstə 4 üstə 10. Alırıq 22 santimetr. Cavabımız olar A variantı. Bu qədər uşaqlar, kanala abunə olmağı mütləq unutmayın. Sağ olun.